Biz bunu hamımız bilirik də. Cümlə öncəliklə nədir? Bunu bilmək lazımdır. Cümlə nədir uşaqlar? Bitmiş fikir. Cümlədə söz birləşməsindən fərqli olaraq nə var? Modallıq. Modallıq nədir? Elə fikrə münasibətdir. Sən münasibətini hökm şəklində qoyursan, cümlə şəklində qoyursan və sənin münasibətin, sənin məqsədindən asılı olaraq 4 formada özünü göstərir. 1. Sən hər hansı bir hadisə haqqında sadəcə qarşı tərəfə məlumat verirsən, bu hökm şəklində də ola bilər. Deməli, sən neysə nəqd edirsən. 1. Cümlənin məqsəd və intonasiyaya görə növlərindən birinci növ nəqli cümlə. 2. Sənin məqsədin məndən suala cavab almaqdır. Məndən nəyisə soruşmaqdır. İkinci cümləmiz sual cümləsidir. Üçüncü cümlə sənin qarşı tərəfə verdiyin göstərişdir. Bu əmr ola bilər, xahiş ola bilər, məsləhət ola bilər, nəsihət ola bilər. Bunu da bilirik. Deməli, bizim üçüncü cümlə tipimiz nə olmuş olur? Əmr cümləsi. Dördüncü də artıq sənin hiss və həyəcanını bildirə bilər. Mən bu dəqiqə yalan görsəm burada mənə heç bir saxlaya bilməz, yəni qışqıracaq. Və bu da olmuş olur mənim hiss həyəcanım. Deməli, nə? Nida cümləsi olmuş olur. Diqqətinizə çatdırmaq istəyirəm ki, nəqli cümlənin və əmr cümlələrinin sonunda nöqtə işarəsi qoyulur. Sual cümləsi avtomatik olaraq sual işarəsidir. Nida cümləsi nida işarəsindədir. Yəni uşaqlar, nida cümləsində diqqət, biz nidanı keçəndə demişdik. Əgər ki, sən nidanı ay, oy və yaxud aman, pəh-pəh, paho tipli sözlərlə ölçürsənsə, bu nida cümləsi sayılır. Onlar sadəcə sənin nidandır. Ola bilər cümlədə nidanın özü var, köməkçilik hissəsi olaraq.